Herkese salam. Tanımayanlar için mən də Lətifli. Kanalımda oyun videoları, günlük vloglar və günlük dərs elədiyim vloglar var. Kanalıma daxil olub baxa bilərsiniz. Bu videonun mövzusu isə bu videoda konuş artık. Səhər rutini kimi bir video olacaq bu daha çox. Ona görə belə saat 7:32-dir indi. Belə bir şeylər geymişəm. Şalvar necə göstərəcəm bilmirəm. Belə. İlk dəfə başladığı bu arada gözəl bir ışıq alan bir yerdən başladım, şükür Allaha. Belə. Günümüzə başlayaq artıq. Bu arada sizə söz vermişdim ki, bəs 2-3 günlük mola verəcəm. Sonra dalbadal videolar paylaşacağım, uzun videolarda, short videolar deməyəcəm. Düzdür, dalbadal deyərsən şey nəzərdə tutmuram. Bir gün içində 5 dənə video falan. Hal-hazırda stokda, yəni daslaqda bir 4-5 dənə video var. Yəni onlar bitən qədər, yəni hər gün bir video paylaşacağım. Sadəcə hər gün paylaşacağım da, yəni 5 gün falan. 4-5 gün boyunca belə olacaq. Onu nəzərdə tuturdum. Niyə mola vermək istirdim? Çünki mən kanalım spam kimi bir şey olubdu. Mən də çözməmişəm nə olubdu tam olaraq. ChatGPT-lə falan araşdırdım. Dərin araşdırmalar apardım. Dedi ki, bəs nəysə, dedi ki, 2 səbəbə görə ola bilər. Səbəbə görə ola bilər. Dedi, ya başqasının videosunu təkrar paylaşmısan, ya da ki öz videovu silib təkrar paylaşmısan, ya da təkrar paylaşmısan. Mən dedim, yox da bu deyil də səbəb. Yəni çünki nə başqasının videosunu paylaşmıram, nə də ki öz videomu təkrar paylaşmamışam. Belə nə görsəm, kanalıma sonradan girdim, gördüm ki, bir videonu neçə dəfə paylaşmışdığım vardı. Yəni hətta bir dəfə eləməmişəm ha bunu. Neçə dəfə təkrar eyni videolar paylaşmışdığım var. Bu mənim də yadımdan çıxır nə paylaşdığım, nə paylaşmadım. Ona görə təkrar paylaşmışam. İndi belə baxanda da adam tapa bilmirdi. Yəni hansı təkrardan, hansı təkrar deyil. Bütün silə bilmədim o görə. Bir dənəsini, 2 dənəsini gördüm deyə onları sildim. Bilməm arxalarda varmı daha silmədiyim, yəni təkrar paylaşım. Belə. Ona görə spamımsı bir şey olubmuş. Ona görə də son shorts videolarım keşfətə düşmürdü. Ona görə də ChatGPT dedi ki, ChatGPT idi yoxsa ya idi bilmirəm. İkisi ilə də araşdırmışam, niyə yadımda qalmayıb da. Hansısa bir önərdi ki, bəs təxmini bir həftə falan heç nə paylaşma, eləmə falan. Ona görə mən tam bir həftə belə dözə bilməzdim. Siz də səbr edəməzdiniz deyə düşünürəm. Ona görə 2-3 günlük bir mola tərcih etdim. Bu 2-3 gün boyunca da təbii ki də boş durmuram. Nə qədər video çəkmişəm. Düz editləməmişəm. Bir dənə də olsa editlədiyim video yoxdur. Sabahda bir gündə artıq söz verdiyim vaxt gəlib çatır. Söz bilmirəm, tam vaxt tarix vermişəm, verməmişəm, amma desən demişdim 5 maydan sonra nə vaxtsa kim bir şey demişdim, xatırlamıram nəsə. Axıra və yəni 1-2 gün vaxtımız qalıbdı və bu 1-2 gün içində artıq bütün videoları editdim. Ən azından birini editləyim ki, ilk gün onu paylaşayım, sonra həmin gün başqa bir video editləyim, sonra onu paylaşayım, elə eləyim ən azından. Nəysə, elə onlar yedəkdə ki, videolar qalmamış kimi, bəs deyilmiş kimi bu videonu çəkirəm. Bunu da editləmə məcburiyyətində qalacam. Nəysə, yəni bu qədər. Hə, onu deyirdim ki, çox belə saptıran bir yön konunu. Nəysə, onu deyirdim ki, yəni, necə deyim, istəyərək mola verməmişəm, yəni, məcburiyyətdən mola vermişdim, yəni, bir səbəb buydu. Yəni, əgər maraqlı gələnlər varsa, yəni. Belə çaşqınla. Disneylandlı. Şöyle. Tərçilik. Yəni, burada incir mürəbbəsi yiyəcəm. Görünmür, nəsə boş verin. Ay, çörək götürmədiyim yadıma düşdü. İncir də az olsa birazdan artırarım deyə düşünürəm. Çay çox istidir. Mən isti çay içə bilmirəm. Buz kimi içirəm də, yəni demək olar. Yəni su orta temperaturda falan, buz kimi deməyim, yəni orta temperaturda falan içirəm çayı. Önce biraz soymasını gözləməliyəm. Yarım saat falan sonra görüşəcəyik biz sizinlə. Yəni
Bunun, yəni səhər yeməyimi yeyim, bitim, sonra sonraki kadra keçirik. Belə. Deməli, belə bir bizə qəribə bir səs gəlib, boş verin, onu keçir birazdan. Belə bir fen tenat seçdi, buruq şeyi ilə. Saçım birazam indi, belə, indi birinci saçımı darayım. Yeni rəngdəymişlər, bu arada fikir verdim. Neyse, gedim burum. Deməli, vurdum saçlarımı. Hal-hazırdakı vəziyyəti budur. Böyle bir şey eləsəm, yəni toya getmiyorlar. Şöyle. Pis deyil yəni. Əvvəlki nəticələr görə yaxşıdır. 3-cü dəfədə falan deyəsən vururam saçımı, bilmirəm. Bir dəfə imtahana gedəndə vurmuşdum. Bir dəfə toya gedəndə vurmuşdum. İndi deyəsən 3-cü olmalıdır bu. Belə. Vurmağı tez-tez öyrənim hocam. Amma pis deyil də məncə. Niye vurdun saçını məsələn, yəni evdə oturduğun yerdə bilmirəm. Yəni belə bir damcı atmaq istəyirəm, amma atmazdan öncə bir tık shorts video çəkmək istəyi gəldi. Çəkim sonra açım sizə göstərim. Necə açılanda necə olur falan. Ayda açasım gəlmədi amma. Bilmirəm. Açsam açmasam sonra yəni. Uşaqlar, mən vazgeçdim saçımı taramaqdan. Belə qalsa daha yaxşıdır. Belə paltarımı dəyişmişəm bu arada. Şöyle göstereyim. Shorts video çekmek için şeylerdim. Zaten görəsiz sözsə də. Onca vazgeçəmədim bundan. Daha qəşəng görünür belə. Çünki açsam birdən çorlanar diye düşünürüm. Belə yəni. Bu arada videonu çox uzatmaq istəmirəm. Bu videonu bilərək yəni qısa eləmək istəyirəm. Ona görə burada sağollaşırıq artıq sizinlə. Əgər videomu bəyəndinizsə like atmağı, yorum yazmağı, videoya mı? Kanala abone olmayı unutmayın. Hələlik.